Rövşənin yüksəlişi təkcə güclü olmadı. O əlaqə qurmağı, balans saxlamağı bacarırdı. Det Həsanla yaxınlığı da buradan gəlirdi. Rövşən köhnə qaydalara daha yaxın idi. Rövşən var elan olunandan bu təsadüfi qərar deyildi. O dövrdə War titulu artıq asan verilən şey deyildi. Onun adı Abşak məsələlərində mübahisələrin həllində keçirdi. Bu onun sistem daxilində qəbul edildiyini göstərirdi. Amma eyni vaxtda başqa bir fiqur da yüksəlirdi. Lotuqulu, Nadir Səlifov, Lotuqulu fərqli yol seçmişdi. O köhnə War romantikasına inanmırdı. Onun üçün əsas olan güc və nəzarət idi. Qaydalar varsa istifadə etmək üçün vardı, yoxdursa dəyişmək üçün. Lotuqulu biznesə daha açıq idi. Köhnə Warların ailəsi olmaz, həyat olmaz, prinsiplərini real hesab etmirdi. Bu iki yol Rövşənin və Lotuqulunun yolu paralel gedə bilməzdi. Çünki hər ikisi sistemin mərkəzini oynayırdı. Amma bu mərhələdə hələ açıq müharibə yox idi. Hər kəs mövqeyini gücləndirirdi. Det Həsanın 2013-cü ildə ölümü ilə balans dağıldı, bu fakt olaraq dönüş nöqtəsi idi. Ondan sonra War sistemi artıq tərk mərkəzdən idarə olunmadı. Boşluq yarandı və boşluq yeni mübarizələrə səbəb oldu. Rövşən 2016-cı ildə, Lotuqulu isə 2020-ci ildə öldürüldü. Bu ölümlər kimin kimi öldürməsi məsələsi deyil. Bunlar sistemin gəlib dayandığı nöqtənin nəticəsi idi. Çünki bu dünyada zirvə uzun sürmür. Bu hekayə vəsə brilyantla başladı. Amma onun saf qaydaları ilə bitmədi. Sistem böyüdükcə sərtləşdi, pulla dəyişdi və nəhayət öz adamlarını udmağa başladı. Gəlin Rus mafiyasının sistemi necə işlədi, adamlar necə yüksəldi, buralara toxunaq. Rov-zakon sistemi kənardan baxanda xaotik görünür. Amma əslində içində ciddi bir nizam var idi. Bu nizamın mərkəzində titul yox, etibar dayanırdı. War olmaq üçün təkcə qorxulan adam olmaq kifayət etmirdi. Səni tanımalı idilər, sınamalı idilər, səni müxtəlif vəziyyətlərdə görməli idilər. Kiminsə adı bir-iki işlə çıxmırdı. İllərlə formalaşırdı, War titulu adətən Şkotka adlanan toplantılarda müzakirə olunurdu. Bu toplantılar gizli keçirilirdi. Kiminsə namizədliyi oraya atılırdısa, onun keçmişi, davranışı, Abşaka münasibəti, mübahisələrdə tutduğu mövqe danışılırdı. Razılıq yaranmadan titul verilmirdi.